Görüm Ayla. Neçə? Bucağın daxili bucaqları ardıcıl cüt nötrü ədədlərdir. Bu üç bucağın ən böyük bucağı neçə dərəcədir? Üç bucağın daxili bucaqları, yəni üç bucağın içidir. Üç bucağın içinin isə dərəcəsi 180 dərəcədir. Deməli, üç bucağın daxili bucaqları 180 dərəcədir. Deməli, burada biz tapsa modeli quracağıq. Aferin. 180 dərəcə. İndi ardıcıl cüt ədəd deyirsə, Ədəd dediyinə görə burada birinin üzərinə 2 gəlir. Çünki cüt ədəddir. ikincinin üzərinə. İkincinin üzərinə isə Tərsinə, üçüncünün üzərinə. üçüncünün üzərinə isə 4 gələcək. Bax, mənə qulaq as. Burada biz yazdığımız kimi 1, 2, 3 də yaza bilərsən. Çünki 3 bucağın neçə bucağı var? Aha. 3 bucağın neçə bucağı var? 3 bucağı var. Düzdür? Və 3 bucağın 3 bucağı olduğuna görə 3 ədəd lazımdır bizə. Və ardıcıl cüt ədəd dediyinə görə qaydamız nədir? X üstə gəlir x üstə gəlir 2, üstə gəlir x üstə gəlir 4 və davamı x üstə gəlir 6. Aha, buyur, davam elə. Bu birinci bucaq, bu isə ikinci bucaq, bu isə üçüncü. Aha, o ev yoxdur. Buyur, davam elə. İndi biz 180-dən 2 və 4 toplayanda eləyir 6. Yəni 180-dən çıxacaq biz 6. Bərabərdir 174. 174. İndi 174-ü də böləcəyik. 174-ü böləcəyik 3-ə. Çünki Aha, böl, üç düzdür. dənə x'imiz var. Okey. Burada eləyəcək indi 50. 58. Aha. 58. İndi ən böyük dediyinə görə Ən böyük bucağın dərəcəsini soruşduğuna görə, yəni 4 edəcək üzərindən 8-in. 58-in üzərinə gəlirik. 4 və elədi. 62 dərəcə. Aha. Deməli cavabımız nə oldu bizim? Bizim cavabımız oldu 62 dərəcə. Aha. Cavab. Deməli 3 bucağın daxili bucaqları ardıcıl cüt natural ədədlərin bu 3 bucağın ən böyük bucağı 62 dərəcədir. Düz oldu?